Son dəqiqə, daha bir dövlət qurumunda əməliyyat keçirildi. Vəzifəlilər saxlanıldı. Baş Prokurorluq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində keçirilən əməliyyatın detallarını açıqlayıb. Reporta Baş Prokurorluqdan daxil olan məlumata görə Agentliyin Dövlət Texniki Nəzarət Şöbəsinin müdir müavini Rəşad Yolçiyev və bir saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili sektorunun müdiri Arif Həsənovun xidməti vəzifələrinin icrası zamanı ayrı-ayrı şəxslərdən rüşvət almaları barədə daxil olan məlumat əsasında keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində cinayət işi başlanılıb. Bildirilib ki, əməliyyat istintaq tədbirləri ilə Rəşad Yolçiyev və Arif Həsənovun qabaqcadan əlbir olaraq 2022-2025-ci illər ərzində ölkə ərazisinə gətirilən kənd təsərrüfatında istifadə edilən və digər təyinatlı nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının verilməsi, texniki baxışın keçirilməsi, müvafiq şəhadətnamələr təqdim edilməsi və digər məqsədlərlə onlara müraciət eləmiş çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanmış ilkin sübutlar əsasında onlar barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma qəti imkan tədbirləri seçilib.